Bismillah, elhamdülillah, ve salatu ve selamu ala Resulillah, amma ba'd. Sonra değerli kardeşler, inşallah götüreceğimiz mövzu İmam İbn Qayyim Rahimahullah'ın El-Vabilus Sayyib Minel Kelimit Tayyib kitabından inşallah devam edecek. El-Hafid İbn Qayyim Rahimahullah kulluğun en kamil mertebelerinin beyanı fəslində deyir ki, əmr və qadağaları uza tutmağın əlamətlərindən biri də budur ki, insan Allah Subhanahu və Taala'nın əmrlərini onun əmrinə boyun əyməyi və təslimiyyəti zəiflədən hər hansı bir səbəbə bağlamasın. Əksinə, Allah Subhanahu və Taala'nın əmrinə və hökmünə tam təslim olsun və Allahın əmr etdiklərini tam təslimiyyətlə yerinə yetirsin. Şəriətin həmin əmr və qadağadakı hikməti ona aşkar olsun ya olmasın, fərq etməz. Yəni, hikmət ona bəlli olsa da, olmasa da Allah Subhanahu və Taala'ya tam təslim olsun, boyun əysin, o əmr və qadağaları yerinə yetirsin. Əgər şəriətin əmr və qadağalarındakı hikmət ona izhar olarsa, bəlli olarsa, bu onu Allaha daha çox boyun əyməyə, fədakarlığa və təslimiyyətə sövq etməlidir. Əks halda həmin hikməti bəhanə edib, əmrə arxa çevirməyə və ya onu kökündən bir dəfəmlik tərk etməyə səbəb olmamalıdır. Necə ki, bu iddia, yəni bunu edənlər fəqirlik iddiasında olan bir çox zındıqları və özünü təsəvvüfə nisbət edən xeyli adamı əmirlərdən soyudub. Onları tam tərkə sürükləmişdir. Həqiqətən Allah Subhanahu və Taala 5 vaxt namazı öz zikrini ayaqda tutmaq üçün qul qəlbini, bədən üzvlərini və dilini ibadətdə işlətsin deyə və eləcə də bu üç hissənin, yəni qəlbin, bədənin, dilin hər birinə qulun yaradılmasındakı əsas məqsəd olan qulluqdan, ibadətdən payını vermək üçün Allah Subhanahu və Taala 5 vaxt namazı fərz etmişdir. Beləliklə namaz ibadətin ən kamil dərəcələri, ibadətin, qulluğun ən kamil dərəcələri yerində bina edilmişdir. Həqiqətən Allah Subhanahu və Taala insanı yaratdı və qulu bütün məxluqat içərisindən seçib üstün tutdu. Onun qəlbini iman, tövhid, ixlas, məhəbbət, həya, təzim, Allah Subhanahu və Taala'nı uca tutmaq və muraqaba kimi, yəni daim Allahın nəzarətində olmasını dərk etmək kimi xəzinələrin məkanı etdi. Və qul Allah Subhanahu və Taala'ya bu cür hal üzərində qovuşduqda ona verəcəyi mükafatı ən kamil və ən üstün mükafat etdi. Bu mükafat, Allah Taala'nın quluna verəcəyi mükafat, onun mübarək üzünə baxmaqdır, onun razılığını qazanmaqdır və cənnətində ona yaxın olmaqdır. Bununla yanaşı, Allah Subhanahu və Taala insanı şəhvət, qəzəb və qəflətlə də imtihan etmişdir. Və onu daim ondan əl çəkməyən düşməni iblislə də sınamışdı Allah Subhanahu və Taala qulu. İblis ona nəfsindən və təbiətindən o doğan qapılardan daxil olur. Nəfsi də təbii olaraq ona meyil edir. Çünki şeytan nəfsə sevdiyi şeylərlə yaxınlaşır. Beləcə şeytan, nəfs və arzular, boş arzular, hava istəklər qulun əleyhinə birləşirlər. Üçü də onun üzərində hökmranlıq edən, əmr edən qüvvəyə çevrilir. Onlar öz muradlarını həyata keçirmək üçün bədən üzvlərini hərəkətə gətirirlər. Bədən üzvləri isə itaətkar alətdir. Bədən üzvləri itaətkar alətdir. Onlara yalnız deyilənə tabi olmaq qalır. Bu üçlüyün, yəni nəfsin, havanın, şeytanın bir də bədən üzvlərinin halıdır. Bu səbəbdən onlar nə əmr verirlərsə və hara yönəldirlərsə, bədən üzvləri də daim onların itaətində qalır. Və bu da qulun halının təbii tələbidir. Qulun halının təbii halıdır, yəni tələbidir. Lakin qüdrətli və rəhimli Rəbbinin mərhəməti tələb etdi ki, ona başqa bir ordu ilə,
quluna başqa bir ordu ilə dəstəkləsin və onu daha bir möhkəm köməklə təchiz etdi. Bu köməklə onu həlak etmək istəyən həmin ordunun qarşısında dayanması üçün kömək verdi. Bu səbəblə ona öz elçisini, peyğəmbərini göndərdi və ona kitabını nazil etdi və onu düşməni olan şeytana qarşı duran kərim bir mələklə də qüvvətləndirdi. Belə ki, şeytan onu bir çağıranda mələk onu Rəbbinin əmrinə dəvət edir, Rəbbinin əmrinə yönəldir və düşmənə itaətdə hansı məhv olunan həlakətin gizləndiyini ona göstərir. Beləcə bəzən mələk ona yaxınlaşır, bəzən də şeytan. Qələbə qazanan ancaq Allah Subhanahu va Taala'nın yardım etdiyi kəsdir. Qorunan da yalnız Allah Subhanahu va Taala'nın qoruduğu kəsdir. Allah insan üçün pisliyə çağıran nəfsinin qarşısında mutmainnə nəfs də yaratmışdır. Pisliyə sövq edən nəfs onu şərə çağıranda, pisliyə çağıranda mutmainnə nəfs onu çəkindirir, pislikdən çəkindirir. Pislikləri əmr edən nəfs onu xeyirdən saxlayanda isə mutmainnə nəfs onu həmin xeyrə dəvət edir. Beləcə bəzən bu nəfsə, bəzən də o birinə itaət edir. Bəzən pisliyə çağıran nəfsə, bəzən də xeyrə çağıran nəfsə itaət edir. İnsan isə onun hansının təsiri üstün gələrsə ona tərəf meyl edir. Bəzən də bu iki nəfsdən biri o birinə tamamilə qalib gəlir. Yəni məğlub olan nəfs bir daha baş qaldıra bilmir. Və Allah Subhanahu va Taala onu şeytana və pisliyə çağıran nəfsə itaətə sövq edən havaya qarşı da, boş arzulara qarşı da bir nur, bəsirət və ağıl vermişdi ki, onu həvanın ardınca getməkdən saxlasın. Öz arzularının, istəklərinin, boş arzuların arxasınca getməkdən saxlasın. Nə vaxt ki, boş arzuların ardınca getmək istəsə, ağıl, bəsirət və nur ona belə deyər: ehtiyatlı ol, çəkin. Qarşıda həlak edici, məhv edici məqamlar var. Bu bələdçinin, yəni arzularının, boş arzularının, havanın ardınca geçsən, quldurların və yol kəsənlərin asan ovuna çevriləcəksən. İnsan bəzən bu nəsihətçiyə, yəni ağla, bəsirətə, nura itaət edir. Bu zaman onun düzgünlüyü və ixlaslı nəsihəti ona aydın olur. Bəzən isə havanın bələdçisinin ardınca gedir və yolu kəsilir. Malı əlindən alınır, üst başı soyundurulur və təəccüblə deyir ki, görəsən mənə bu zərər hardan gəldi? Halbuki təəccüblü olan odur ki, əslində o bu zərərin hardan gəldiyini bilir. O yolunun harda kəsildiyini və malının hansı yolda əlindən alındığını bilir. Buna baxmayaraq yenə də həmin yolu tutmaqdan əl çəkmir. O yolu getməkdən əl çəkmir. Çünki o yolun bələdçisi, yəni hava, arzu, istəklər, boş arzular artıq daxilində möhkəmlənib. Ona hakim olub və ona güc qazanıb. Halbuki əgər o arzulara, havaya tabi olmamaqla, ona müxalif olmaqla onu zəiflətsəydi və onu çağıranda özünü danlayıb ondan çəkinsəydi və eləcə də o arzu istəklər, hava onu ələ keçirmək istəyəndə onunla mübarizə aparsaydı, bu heç vaxt bu qədər güclü ola bilməzdi. Lakin insan özü onu nəfsinə yaxın buraxdı. Sanki əlini onun əlinə verib təslim oldu. O elə bir adama bənzəyir ki, İmam Qeym Rahiməllah deyir ki, o elə bir adama bənzəyir ki, əlini düşmənin əlinə verib təslim olur. Düşmən də onu əsir alır və ən ağır əzablarla cəzalandırır. Sonra fəryad edib kömək diləyir, lakin ona kömək olunmur. Qulun halı da deyir bu cürdür. Şeytana, havaya və pisliyə çağıran nəfsinə əsir düşür. Sonra qurtuluş axtarır, lakin buna gücü çatmır, aciz qalır. Qul bu cür bəlalarla imtihana çəkildiyi üçün ordularla, sursatlarla və möhkəm qalalarla yardım olundu Allah Subhanahu wa Taala tərəfindən. Və ona belə deyildi: düşməninlə savaş, döyüş, onunla cihad et, onunla mübarizə apar. Bax, budur ordular, istədiyin qədərindən faydalan. Bu da sursat və silahlar. Ehtiyacın qədərini götür. Bu da
qalalar, onlardan istədiyinə sığın, orada möhkəmlən və ölümə qədər ribatda qal. Yəni keşikdə qal. Ölümə qədər, ölüm sənə gələnə qədər keşikdə qal, səngəri tərk etmə. Çünki məsələ yaxındır. Yəni ölüm, insanın həyatı, o keşik müddəti qısadır. Bu ribatın müddəti çox qısadır. Elə bil artıq ən uca məlik sənə elçilərini göndərib və onlar səni öz diyarına aparırlar. Sən bu cihaddan, yəni bu mübarizədən rahatlamısan. Səninlə düşmən arasında qalın ayrılıq çəkilmişdir. Sən ikram diyarında cənnətdə, yəni azad buraxılmısan. Cənnətdəsən. Orada istədiyin kimi sərbəst hərəkət edirsən. Düşmənin isə ən qorxunc zindanlara salınıb. Sən onu, səni salmaq istədiyi həmin zindanda görürsən. Artıq o ora salınıb, qapılar isə üzərinə bağlanıb və çıxışdan, eləcə də nicatdan ümidini kəsib. Sən isə nəfsinin arzuladığı, gözünün sevindiyi nemətlər içindəsən. Bu nemətlər sənə həmin o qısa müddətdə, dünyada ikən, göstərdiyin səbrin mükafatı olaraq verilib. Və ribat məntəqəsini, yəni keşik məntəqəsini tərk etmədən orada sabit qaldığın üçün, dünya ömrü sənin üçün sanki bircə saat idi. Gəlib keçdi. Elə bil, heç bir çətinlik çəkməmişdi. Heç bir çətinlik olmamışdı. Əgər nəfs bu vaxtın qısalığını və tez ötüb keçdiyini gözdən qaçırarsa, dərk eləyə bilməzsə, İmam İbn Qeym rahimehullah deyir ki, qoy bu ayələr üzərində düşünsün. Bu ayələr üzərində təfəkkür etsin. Onlar vəd olunduğunu görəcəkləri gün gündüzün bircə saatı qədər qaldıqlarını sanacaqlar. Əhqaf surəsi 35-ci ayə. Və həmçinin onlar qiyaməti gördükləri an dünyada yalnız bir axşam çağı və ya bir səhər çağı qədər qaldıqlarını güman edəcəklər. Naziyyət surəsi 46-cı ayə. Və həmçinin deyir ki, bu ayələr haqqında düşünsün. Allah Subhanahu wa Taala soruşacaq. Yer üzündə neçə il qaldınız? Onlar deyəcəklər, bir gün, yaxud bir gündən də az. Günləri sayanlardan soruş. Allah deyəcək, siz orada çox az qaldınız. Kaş bunu biləydiniz. Müminin surəsi 112-114-cü ayələr. Və eləcə də bu ayələr. O gün sur üfüləcək. O gün günahkarları gözləri gömgöy halda toplayacaq. Onlar öz aralarında pıçıldaşıb deyəcəklər. Dünyada cəmi 10 gün qaldınız. Biz onların nə dediklərini yaxşı bilirik. Onların ən ağıllısı belə deyəcək. Dünyada cəmi bir gün qaldınız. Taha surəsi 102-104-cü ayələr. Şeyx İbn Baz rahimehullah bu hissiyə şərh verərkən deyir ki, öncəki dərslərdə əmr və qadağaları uca tutmağın vacibliyi barədə mühüm bir bəhs və çoxlu dəlillər keçmişdik. Və həm kişilər, həm də qadınlar üçün, yəni bütün mükəlləf olanlar üçün vacib olan budur ki, Allah Subhanahu wa Taala'nın əmrlərinə və qadağalarına xüsusi qayğı ilə yanaşsınlar. Xüsusi diqqət göstərsinlər. Çünki insan məhz bunun üçün, Rəbbinə ibadət etmək üçün yaradılıb. Və bu məqsədə gedən yol yalnız əmirlərə tabi olmaq və qadağalardan çəkinməkdir. Bu isə əmirləri uca tutmaqla tamamlanır. Onları yerinə yetirmək üçün ciddi səy göstərmək və bu yolda mübarizə aparmaqla insan ona əmr ediləni tam icra edə bilər. Allah Subhanahu wa Taala Ənkəbut surəsində 69-cu ayədə buyurur ki, uğrumuzda cihad edənləri mütləq öz yollarımıza yönəldəcək. Və eləcə də Allah Subhanahu wa Taala 6-cı ayədə buyurur ki, Ənkəbut surəsinin kim cihad edərsə yalnız öz xeyri üçün cihad edir. Deməli, əmirləri uca tutmaq mütləqdir. Və bu əmirləri, əzmi, insanın əzmini və səyini zəiflədən yozumlara bağlamaqdan çəkinmək lazımdır. Əksinə, əmirləri zahiri mənaları ilə qəbul etməli, özünə zərər vuran və səylərini zəiflədən təvillərdən uzaq durmalıdır. Qoy əmirləri zahiri mənaları üzrə və nasların, yəni Quran və sünnənin izah etdiyi şəkildə götürsün insan. Beləcə itaət etsin, düz yolda sabit qalsın, qadağalardan əl çəksin və onlardan ən yüksək dərəcədə çəkinsin ki, bəlkə nicat tapsın. Mömin insan da deyir, şeyx belədir.
Allahın qadağan etdiyindən uzaq dayanar. Allahın əmr etdiklərinə xüsusi diqqətlə yanaşır. Onları uza tutur. Bu işdə bəsirətlə hərəkət edir. Rəbbinin mükafatını ümid edir. Onun əzabından qorxur. Lakin insanların çoxu həvaları, pisliyə çağıran nəfs və şeytanla imtihan olunurlar. Bu üçündən birinə, yaxud da ki, hamısına itaat etdikdə isə həlak olurlar. Ona görə də pisliyə çağıran nəfs və həva ilə mübarizə mütləqdir. Yəni, insan daim bunlarla mübarizə aparmalıdır. Allah Subhanahu wa Taala Yusuf surəsi 53-cü ayədə buyurur ki, şübhəsiz ki, Rəbbimin rəhm etdiyi istisna olmaqla nəfs insana pisliyi əmr edər. Və həmçinin Sad surəsi 26-cı ayədə Allah Taala buyurur ki, ey Davud, nəfsinin istəyinə uyma ki, səni Allahın yolundan azdırmasın. Və eləcə də Fatir surəsində Allah Taala buyurur ki, şeytan barəsində, şübhəsiz ki, şeytan sizin düşməninizdir. Siz də onu düşmən sayın. Yəni, insan bu düşmənlərlə savaşı mütləq davam etdirməli. Sursatı isə həmişə yanında saxlamalıdır. Çünki Allah Subhanahu wa Taala onu ordularla, köməkçi vasitələrlə dəstəkləyib. Ona nasları, kitab və sünnəni verib. Ona bir mələk verib ki, onun da insana bir təsiri var. Şeytanın da öz təsiri var. Mələyin təsiri xeyrə təşviq etmək və haqqı təsdiqləməkdir. Peyğəmbərlər isə onu dəvət edib haqqı bəyan etmişlər. Və ona həvanın qarşısında duran bir ağıl da verib Allah Subhanahu wa Taala. Elə bir ağıl ki, onunla zərəri faydadan, xeyri şərdən ayırd edə bilir. Və ona bəsirətli, mütməinnə bir nəfs ehsan etmişdir Allah Subhanahu wa Taala. Qoy insan haqqı görə bilən bu mütməinnə nəfsini işə salsın və sağlam, doğru yönlü ağlından həvaya qarşı, arzulara qarşı, şeytana və pisliyə çağıran nəfsə qarşı istifadə etsin ki, nicat tapsın. Əgər o pisliyə çağıran nəfsi, arzuları, boş-boş arzuları və şeytanı ilə səhlənkarlıq etsə, bu şeylər ona üstün gələr və o onların tərəfdarlarından olar. Eləcə də şeytana, həvaya, itaətdə əsir halına düşər. Ona görə də vacib olan budur ki, insan həmişə ehtiyatlı olsun və Allahdan kömək diləsin. Allahın huzurunda duracağı gününü və onunla qarşılaşacağı gününü xatırlasın. Və bilsin ki, şeytan onun əsl düşmənləridir. Bu üç şeydən ciddi qorunmaq mütləqdir. Bunları bilməlidir. İnsan isə qəflətə, şəhvətə və qəzəbə düçar olur. Və çox vaxt şeytan, həva və pisliyə çağıran nəfs ona bu qapılardan daxil olur. Bu üç qapıdan. Qəzəb qapısından nasları, Quran və sünnəni, yəni dəlilləri və axirət aqibətini unutmaqla. Eləcə də qəflət qapısından. Qəzəb qapısından həmçinin insan qəzəblənəndə şeytan gələr və batılı ona bəzəyər, gözəl göstərər. Eləcə də insan qəflətə düşəndə halı yenə bu cür olur. Ha belə haramlar. Harama şəhvəti qalxdıqda Allahın düşməni onu həmin harama tərəf çəkir. Pisliyə çağıran nəfs də onu ora sürükləyir. Ona görə də vacib olan daimi ehtiyatlı olmaqdır. Bunlara qarşı ehtiyatlı olmaqdır. İnsan hər an, hər halda ayıq-sayıq olmalıdır. Təmiz, mütməinnə nəfsə itaət etməlidir. Pisliyə çağıran nəfsdən ciddi şəkildə çəkinməlidir. Qəzəb anında da ehtiyatlı davranmalıdır. Həvanın, boş arzuların və nəfsin meylinin qalxdığı hallarda özünü nəzarətdə saxlamalıdır. Qarşısına çıxan və dəvət olunduğu şeyə baxsın. Əgər həqiqətən gözəl və haqdırsa, ona icabət etsin. Əks halda Allahdan pənah diləsin, Allaha sığınsın. Şeytandan və pisliyə çağıran nəfsdən Allah Subhanahu wa Taala sığınsın. Və havaya, şeytana itaətdən tamamilə uzaqlaşsın. Bu dünya mübarizə, yəni cihad məkanıdır. O isə bir neçə gündən ibarətdir və tezliklə sona çatacaq. Ona görə də Allahın düşmənləri ilə mübarizədə səbir mütləqdir. Şeytanla cihad, həva ilə cihad, mübarizə və pisliyə çağıran nəfslə mübarizə mütləqdir. Qiyamət günü insanlar deyəcəklər ki, sanki bu dünyada yalnız bir axşam çağı və yaxud da ki, bir səhər çağı qədər qalmışıq. O illər, yaşadığı illər,
10 illərlə davam edən ömür hamısı keçib gedəcək. Elə bil ki, dünyada yalnız bir gün yaxud gündən də bircə saat qalmış kimi hiss eləyəcəklər. Mömin cənnətə daxil olduqda ona deyiləcək: sənin yanından dünyada ikən heç bir sıxıntı, çətinlik gəlib keçdimi? Yəni sənə sıxıntı, çətinlik baş verdimi? Cavab verəcək ki, xeyr, heç nə. Çünki o dünyanın bütün əzab və məşəqqətlərini unudacaq cənnətdə. Dünyanın şəri sanki yox olub gedəcək. Kafir isə cəhənnəmə bir dəfə batırılanda ondan soruşulacaq ki, sənin yanından heç bir neymət, dünyada ikən sənə bir neymət gəldimi, yaxşılıq oldu mu? O da deyəcək ki, xeyr, heç nə keçməyib, heç nə görmədim. Dünyada yaşadığı bütün neymətləri tamamilə unudacaq. Nəticə olaraq mömin və ağıllı insan Allahın itaətini üstün tutur. Və o, bu məqsədlə ibadət üçün yaradıldığı ibadəti hər şeydən üstün tutur. Çünki insanın yaradılmasında məqsəd nədir? İbadətdir. Və ağıllı insan, mömin insan o yaradıldığı məqsədi hər bir şeydən neyinir? Üstün tutur və onun üçün çalışır. Allah onun üçün namazları qanunlaşdırıb ki, vacib edib ki, qəlbini, dilini və bədən üzvlərini ibadətdə işlətsin. Yəni namaz insanın qəlbini, dilini, bütün əzalarını neyinir? Namazda istifadə edir. Zəkat da belədir. Eləcə də oruc, həc, cihad, zikirlər, hamısı bu cürdür. Yəni Allah Subhanahu wa Taala bütün bunları insan dilini, qəlbini, bütün əzalarını ibadətdə istifadə etsin deyə yaradıb, fərz edib. Bu ibadətlərdə yəni o qəlbini, dilini və bədənini, bütün əzalarını Allahın ibadətində istifadə edir. Və bu nemətləri Allah Subhanahu wa Taala'nı qəzəbləndirən işlərdə istifadə etməkdən ciddi şəkildə çəkinir. Deməli, mütləq insan mübarizə aparmalıdır və mütləq səbr etməlidir. Çünki bu dünya həyatı bir neçə gün və yaxud da ki, bir neçə gecədən ibarətdir. Sonra başa çatacaq. Və Allah Subhanahu wa Taala'dan diləyirəm ki, Allah Taala bizi bu dünyada gözəl şəkildə Allaha qul olmağa müvəffəq eləsin. Allah Subhanahu wa Taala'nın əmrlərini yerinə yetirən və qadağalarından çəkinməyə müvəffəq eləsin və yaradılmış olduğumuz məqsəd üçün yaşamağa müvəffəq eləsin. Və son olaraq Allah Subhanahu wa Taala'dan hər birimiz üçün müvəffəqiyyət diləyirəm. Subhanakallah və bihamdik və əşhədu en la ilahe illa ent və estəğfiruka və etûbü ileyk.